Gözəl övladlarınız dinləyəcəksən. Sən balanı qucağına alanda, sən körpəni qucağına, anan gələr və yanında olar. Bitti, kaldı. Boşanırlar. Allah razı olsun boşanırlar. Ay sen adet vermişsen. Sen onsuz da boşanacaksan. Geç tez. Onu da başa düşür. Aslında keç yanına. Ben bu qədər şeyə razı deyiləm. Ananın yerini heç Kim kim məni vermez. istəmirsə bu studiyada mən gəlməyə bilərəm bu qədər. Zahir müəllim sizə böyük minnətdarlığımı Keç bildirirəm. xanımının yanına Böyük hələ qərar hörmətim danışma var. burada. Keç xanımının yanına. Mən razı deyiləm. Mikrofonu koy bura, mikrofonu koy. Atma. O günlərimdə ilahə sındırıb bir mikrofonumuzu. Belə çırpdın yerə, nətər xanıma qışqırdın, nətər çırpdınız yerə, mikrofon qırılır. Reklamlardan sonra buradayım. Allah hepsini sana vermesin. İkizliliği yenemeyin. Yaxşı? Ceyran. Mən başa düşürəm onu. Vallahi xurcunuyla ortalıqda qalır. O necə Şamilə oxşayır o? Mənə deyirdi. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Mən Vüsal Bərbər Xırdalan, hər kəsi salamlayıram. Vüsal İstili 2025-ci ilin brendi dəbdədir. O nöqteyi nəzərdən bizim qonağımız Rəvandır. Rəvan, xoş gəlmişsən qardaş. Sağ ol qardaş, sağ ol. Nətərsən? Var olasın. Səni gördüm gəldi. Allah səni var eləsin. Mən gəlirəm Kürdəmirdən birbaşa. Bütün Kürdəmiri salamlayıram buradan. Kürdəmirlər də hamısı səni çox bəyənirlər. Yaxşı ki varsan. Var olasın. Mən bir də elə gör neynirsən də bu Vüsal stili düzə çıxım. Rəvan, neçə yaşlı qardaşım? Mən də yaşının nə fərqi var ki? Saçımı düzə dayı nə bilim, hardasa 40-a çatıram. Keçmişəm yoxsa? Keçmişəm. Bir düzü keçmişəm. 35, Allah. 41 ilə başımı bağlayaq. Ha, 35 yaşın inansa Rəvan. 35-ə? Tam səmiyyətimlə deyirəm Rəvan. Doğrudan deyirsən? Tam səmiyyətimlə. Getdik. Əziz dostlar, 35-ə. izləmədə qala xahiş edirəm. Başlayaq inşallah. Ha, başlayaq. Allah, Məhəmməd, ya Əli. Kainatta yoktu senin okşan. Həmən istehsal Çində olacaq, ingiliscə yazılacaq üstündə, corabın üstündəki ər corabı. Necə deyilir o ingiliscə? Bilmirəm də üstünə yazılacaq. Mən Hər corabı necə deyilir? Uşaqlar ingiliscə, mən də maşallah o qədər ingilisini mükəmməl bilirəm ki, çox bu dəhşət. bunu biləm. Ona görə Zahir müəllim. Husband. Ha, nə dedim? Husband. Husband. Ha, olsun husband, nə olar? Hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Studiyada Kəmalə xanımdır, səhv eləmirəmsə adı. Bəli, gözəl müğənnimiz. Onun danışığı mənim xoşuma gəlmədi, narahat elədi, ona görə əlaqə saxladı. Nə barədə? Qorxmaz müəllimlə danışığı, bax, ümumiyyətlə Qorxmaz müəllim heç nə eləməyib, bax, bu sözləri heç bəyənmədim. Biz Qorxmaz müəllimi uşaqlıqdan izləyirik, çox sevdiyimiz, çox mədəni, qanacaqlı insandır, yerini bilən insandır. Onunla o formada, o fonda danışmaq əsla olmaz. Yəni qəti şəkildə. Sən evdə otur, yemək pişir, axşam uşaqlar gələcək. Ağıllı ol. Adboy verin, zəhmət olmasa. Siz məni tanımırsınız. Qorxmaz müəllim bilər, mən bilərəm canım. Otur evdə yeməyini pişir. Haydi devam elə, özün oxu. O neydi? Orada elə yer yoxdur. Yeri yoxdur. Ya özünə əziyyət verir. Bu nə mahnıdır? Bu nədir? Bu nə idi? Elə bir şey çox üzr istəyirəm. Ancaq elə bir yol o derece değil. Sadece girişi. Eve dönemedim ama